Uşaqlıq mioması uğurla əməliyyat olunub. Mərkəzi Gömrük Hospitalında uşaqlıq mioması diaqnozu qoyulan pasiyent üzərində uğurlu cərrahi əməliyyat həyata keçirilib. Əməliyyat mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev tərəfindən müasir cərrahi üsullardan istifadə olunmaqla icra edilib. Cərrahi müdaxilə zamanı uşaqlıqda aşkarlanan miom düyünü uğurla xaric edilib. Əməliyyatdan sonra pasiyentin vəziyyətinin qənaətbəxş olduğunu bildirən həkim miomaların müalicəsi ilə bağlı vacib məqamlara da toxunub. İcra etdiyimiz əməliyyat maraqlı bir əməliyyat idi. Uşaqlığın demək olar ki, çox hissəsini tutub, arxa divarından çıxıb, qaraciyərə qədər uzanan 2 kilo üzərində olan bir miom düyünü idi. Və ciddi qan dövranı var idi. Eyni zamanda xəstəmizin 37 yaşı var və gələcəkdə hamiləlik düşüncəsi var. Ona görə uşaqlığı saxlamaq vacibliyi var idi. Eyni zamanda da qanama riskimiz də yüksək idi. İlk öncə əməliyyatın önündə biz uşaqlıq arteriyalar müvəqqəti bağladıqdan sonra qanama riskimizi azaltmaq üçün uşaqlıq üzərində olan miomu xaric etdik. Uşaqlığın divar tamlığını bərpa etdik. Ondan sonra damarlara qoyulmuş klemlər açıldı və bu əməliyyatlardan sonra 6 ay sonra biz normalda xəstəyə hamiləlik icazəsi verə bilirik. Adətən biz sıx-sıx görürük hansı miomlar uşaqlıq daxilinə deformasiya edib və qanama verən miomlar. Qanama verirsə, o zaman xəstələr müraciət edir və biz onları da aşkar edə bilirik. O, əlbəttə ki, uşaqlıq daxilinə deformasiya etdiyi üçün hamiləlik nəticələrinə də neqativ təsir göstərir və xəstənin qanamasını artırır, hemoqlobini düşür, həyat keyfiyyəti pozulur. Yəni, bu kimi hallarda biz əməliyyat qərarı vermiş oluruq. Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev Mərkəzi Gömrük Hospitalında ginekoloji xəstəliklərin diaqnostika və müalicəsi, açıq və endoskopik cərrahiyyə, miomaların konservativ və cərrahi müalicəsi, sonsuzluğun müalicəsi, hamiləliyin təqibi və doğuşların idarə olunması istiqamətində fəaliyyət göstərir. Mütəxəssislər qadınlara ildə ən azı bir dəfə profilaktik ginekoloji müayinədən keçməyi tövsiyə edir. Erkən diaqnostika uşaqlıq miomasının və digər ginekoloji xəstəliklərinin vaxtında aşkarlanmasına, mümkün ağırlaşmaların qarşısının alınmasına və müalicənin daha effektiv aparılmasına imkan yaradır.